Demək olar ki, heç bir toyda olmamışam. Həyatım belə gətiribdi. Gənc vaxtlarımda da bəlkə olmuşam, amma sonra devlət işləri ilə məşğul olduğuma görə toy mərasimlərinə getməyə imkanım olmayıbdır. Hətta bugün sizə bildirmək istəyirəm ki, mənim oğlum da, qızım da ailə qurarkən mən onlara toy edə bilmədim. Yəni edə bilmədim ona görə yox ki, imkanım yoxdur. Ancaq mənim iş şəraitim elə idi ki, mən hesab edirdim yollar elə toysuz da öz ailələrini qurub xoşbəxt ola bilərlər. Belə bir toy mərasimində burada, bu Çadır şəhərciyində bizim soydaşlarımız ağır şəraitdə yaşayan bir yerdə olan toya şübhəsiz ki, mən çox böyük həvəslə, istəklə gəlmişəm. Sizin bu şad gününüzü mən də iştirakçısıyam.